Təsəvvür edin ki, hər səhər işə getdiyinizdə yolda gözünüzə nizam, intizam, səliqə, səhman dəyər. Hər şey saat kimi işləyir. Qatardan tutmuş dövlət idarələrinə qədər insanların üzündə bir təbəssüm, küçələrdə isə sakitlik və təhlükəsizlik. Bəli, bura Almaniyadır. Amma sual budur. Orada yaşamaq həqiqətən də bu qədər asandırmı? Maaşlar həqiqətən yüksəkdirmi? Ərzaq, ev kirayəsi, gündəlik xərclər necədir? Azərbaycanlı olaraq Almaniyaya necə işləməyə getmək olar? Almaniya sadəcə Avropanın ən güclü iqtisadiyyatı deyil, həm də keyfiyyətli yaşamı ilə məşhur bir ölkədir. Ancaq yüksək maaşların arxasında yüksək xərclər də gizlənir. İndi gəlin addım-addım buna baxaq. Almaniyada ən böyük problem ev kirayəsidir. Berlin, Münhen, Frankfurt kimi şəhərlərdə bir otaqlı mənzil kirayəsi 800 avrodan başlayır. Münhendə isə qiymətlər daha yüksəkdir. Bəzən 1500 avroya qədər çıxır. Kiçik şəhərlərdə isə 500-700 avro arası ev tapmaq mümkündür. Məsələn, Azərbaycanda Bakıda orta qiymətlə 400-500 manata yaxşı bir ev tapmaq olur. Almaniyada isə bu rəqəm 2-3 dəfə çoxdur. Almaniyada supermarketlər çox ucuz görünür, amma orada orta aylıq əmək haqqı yüksək olduğu üçün. Belə deyək, 1 kiloqram toyuq 6 avro, 1 kiloqram dana əti 12 avro, çörək 1,5 avro, süt 1,2 avro, yumurtanın 10 ədədi isə 3 avrodur. Əgər Azərbaycan qiymətləri ilə müqayisə etsək, bəzi məhsullar daha bahadır, amma keyfiyyət və seçim çox yüksəkdir. Berlin və Münhendə ictimai nəqliyyat aylıq abunə kartı kimi alınır və aylıq abunə kartı 60 avrodan başlayır. Qatarlarda və avtobuslarda intizam çox yüksəkdir. Demək olar ki, hər yerə vaxtında gəlirlər. Şəxsi maşın saxlamaq isə baha başa gəlir. Benzinin litri 1,8 avro civarındadır. Üstəlik sığorta və vergi var. Kommunal xidmətlərdə elektrik, su, internet və qaz birlikdə aylıq 200 avro təşkil edir. İstilik sistemi çox keyfiyyətlidir. Qışda üşümək problemi yoxdur, amma kommunal xərclər yüksəkdir. Almaniyada ən böyük fərqlərdən biri də məcburi tibbi sığortadır. Orada işləyən hər kəs sığorta ödəməlidir və bu da maaşın 15-20% qədər ola bilər. Amma qarşılığında bütün tibbi xidmətlər, əməliyyatlar, dərmanların böyük hissəsi pulsuzdur. Yaxşı, bu qədər danışdıq. Bəs Almaniyada maaşlar necədir? Almaniya Avropada maaş səviyyəsinə görə ən önəmli ölkələrdən biridir. Amma burada maaşlar sektor və ixtisasa görə kəskin dəyişə bilir. Orta maaşlara baxdıqda Almaniyada orta maaş 3500 avrodur. Bu da 6500 manat civarında pul edir. Əlbəttə, bu rəqəm şəhərə və ixtisasa görə dəyişir. Münhendə və Frankfurtda maaşlar daha yüksəkdir, amma xərclər də eyni dərəcədə yüksəkdir. Peşələrə görə maaşlara baxsaq, IT mütəxəssisi, proqramçı 4500 və 6000 avro arasında pul qazana bilir. Həkim 5000-7000 avro, yəni bu təcrübədən asılı olaraq daha da çox ola bilər maaş alır. Mühəndis 4000-5000 avro, tibb bacısı 3000-3200 avro, zavod işçisi 3000 avroya qədər, ofisiyant, kassiyer kimi işləyənlər isə 2000-2200 avro arasında pul qazana bilir. Azərbaycanla müqayisə etsək, burada ən sadə işdə çalışan belə 2000 avro qazanır. Azərbaycanda bu məbləğ 3500 manata qədər dəyişə bilir. Amma fərq ondadır ki, Almaniyada kommunal xidmətlər, sığorta və kirayə daha bahadır. Almaniya işçi tapmaqda, yəni işçi çatışmazlığı olan bir ölkədir. Rəsmi statistikaya görə hazırda təxminən 2 milyondan çox boş iş yeri var. Ən çox tələb olunan sahələri isə tibb sektoru, həkimlər, tibb bacıları, xəstələrə baxıcılar kimi
işlər daha çox burada lazım olur. IT və texnologiyaya baxdıqda isə proqramçılar, kiber təhlükəsizlik mütəxəssisləri, şəbəkə inzibatçıları kimi işçilər axtarılır. Mühəndislik sahəsində isə mexanika, avtomobil sənayesi, inşaat mühəndisliyi kimi işçilər daha çox axtarılmaqdadır. Texniki peşələrdə elektrik ustaları, qaynaqçılar, CNC operatorları kimi işçilər gedib işləyə bilərsiniz. Logistika və nəqliyyat, yük maşın sürücüləri, ambar işçiləri kimi işçilər axtarılır. Əgər bu sahələrin birində təcrübən və ya diplomun varsa, Almaniyada işləmək şansın daha çox yüksəkdir. Yaxşı, bu qədər danışdım. Bəs biz Azərbaycanlılar Almaniyaya necə gedə bilərik? Bura ən vacib məsələdir. Bir Azərbaycanlı Almaniyada necə işləyə bilər? İlk olaraq Blue Card deyilən, yəni mavi kart deyilən bir sistem var. Bu Avropa İttifaqında yüksək ixtisaslı işçilər, həddən artıq çox maaş qazana bilən yüksək ixtisaslı işçilərə verilən icazədir. Əgər universitet diplomun varsa və illik maaşın təxminən 45.000 avrodan yuxarıdırsa, Blue Card ala bilərsən. Bəli, çətindir. Deyə bilərsiniz, 45.000 alıramsa, mənim Almaniyada nə işim var? Blue Card sahibinə 4 ildən sonra daimi oturum imkanı belə verirlər. İş vizası. Əgər Almaniyada bir şirkətdən iş dəvəti almışsansa, həmin şirkətin müqaviləli işçisi olursan və bu iş vizası üçün müraciət edə bilərsən mənasını verir. Bəzi peşələrdə, xüsusilə də tibb və mühəndislik Almaniya diplomu ekvivalentliyinə tələb edir. Tələbə vizası. Almaniyada oxumaq həm ucuz, həm də gələcək üçün yaxşı fürsətdir. Universitetlərin çoxunda illik təhsil haqqı yoxdur. Yalnız 200-400 avro semestr rüsumu ödənilir. Tələbələr hələ də 20 saat işləyə bilir və bu da ayda 1000 avro əlavə gəlir deməkdir. Belə düşünək, getmişsiniz Almaniyada oxumağa. Həm pul qazanıb, həm oxuya bilərsiniz. Pul qazanmaq da 1000 avrodan başlayır. Yəni gedib 1000 avroluq bir işdə rahat işləyib, həm də oxuya bilərsən. Təhsildən sonra isə tələbə iş icazəsi alıb Almaniyada qala bilər. Lakin ən çox Almaniyada gedib işləmək üçün ən çox şans indi deyəcəyim fürsətlərdədir. Dil kursu və peşəkar təlimlər. Almaniya hökuməti bəzi peşələrdə insan çatışmazlığı olduğuna görə xüsusi proqramlar açır. Məsələn, tibb bacısı və ya yaşlılara baxıcı olmaq istəyənlər üçün kurslar var. Bu proqramlarda gedənlər əvvəlcə dil kursuna yazılır, sonra isə işlə təmin olunur. Və bu ən rahat gediləsi yoldur Almaniyaya. Ən böyük suallardan biri isə Alman dilini bilmədən iş tapmaq olarmı? IT və texnologiya sahəsində çox şirkət əsasən ingilis dilində işləyir. Əgər ingilis dilin yaxşıdırsa, müəyyən şirkətlərdə iş tapa bilərsən. Amma xidmət sektoru, tibb və zavod işlərində Alman dili məcburidir. Ən azı B1, B2 səviyyəsində olmalıdır. Əgər Almaniyada qalmaq istəyirsənsə, dil öyrənmək mütləqdir. Çünki gündəlik həyat, həkim, dövlət idarəsi, bank hamısı Alman dilində işləyir. Bir ölkədə işləməyə getmək istəyirsənsə, məcburisən ki, o ölkənin dilini yaxşı biləsən. Biraz araşdırma etdikdən sonra Azərbaycandan Almaniyaya gedən işçilərin təcrübəsindən danışmaq istəyirəm sizə. Çox Azərbaycanlı artıq Almaniyada yaşamağa başlayır. Onların ən çox dediyi məqamlar bunlardır. İlk 6 ay çətin olur. Dil, yeni mühit, sənədləşmə, bunu onsuz da xaricə çıxan bütün insanlar bilir. 6 ay çətinliyimiz olur. Amma sonradan sistem öyrənilir və həyat çox rahatlaşır. Əgər yaxşı maaşlı işin varsa, Almaniyada həm normal yaşamaq, həm də pul yığmaq mümkündür.
Məsələn, Bakıda 1500 manatlıq maaşla işdə işləyirsən. Ancaq sadəcə dolana bilirsən bu pulla və bundan daha aşağı maaşlarla işləyən demək olar ki, milyonlarla insanımız var. Almaniyada isə zavod işçisi 2200 avro qazanır. Bununla həm kirayə ödəyir, həm də ayda 500-600 avro yığa bilər. Yaxşı, bir gəzgin olaraq bunlar haqqında sizə məlumat verdim, lakin gəzgin olaraq demək istədiyim xüsusi məqamlar var. Almaniya yalnız iqtisadiyyat və iş imkanı ilə yox, həm də tarixi şəhərləri, daha sonra qəsrləri, dağları və təbiəti ilə məşhurdur. Paytaxt Berlin Avropanın ən azad və multikultural şəhərlərindən biridir. Burada görməli yerlər Brandenburg qapısı, Almaniyanın simvoludur. Berlin divarı qalığı. Bir çoxlarımız Berlin divarı haqqında çox eşitmişik. Soyuq müharibə dövrünün tarixi yadigarıdır. Müzey adası, dünyanın ən möhtəşəm muzeylərindən bəziləri buradadır. Berlin həm də gənclərin şəhəridir. Minlərlə bağ, klub və küçə sənəti ilə dolu bir şəhərdir. Münhen, Almaniyanın ən varlı şəhərlərindən biridir. Bəzilərimiz bu adı çox yaxşı bilir. Futbolla maraqlananlar xüsusilə bu adı diqqətlə dinləsinlər. Almaniyanın ən varlı şəhərlərindən biridir. Allianz Arena stadionu, BMW muzeyi və qədim Marienplatz meydanı turistlərin sevimli yerlərindəndir. Daha sonra Kölnə baxaq. Köherdom, dünyanın ən böyük kilsələrindən biri olan Köherdom burada yerləşir. Reyndə gəmi turları və şəhərin qədim körpüləri ilə məşhurdur. Bavariya Alp dağları, ən möhtəşəm təbiət mənzərələri buradadır. Qışda xizək mərkəzləri, yayda isə yürüyüş yolları turistlərin cəlb mərkəzidir. Burada yerləşən Neuschwanstein qalası nağıllardan çıxmış kimi görünür. Disneyin simvoluna ilham verir. Qara meşə, təbiət sevərlər üçün mükəmməl bir bölgədir. Ormanlar, dağ gölləri, qədim kənd evləri və məşhur Black Forest Cake buradan çıxır. İndi isə gəldik mənim ən sevmədiyim yerə. Ən sevmədiyim yer nədir? Maraqlı bir müqayisə aparaq. Çünki izləyicilər üçün ən maraqlı hissə budur. Orada maaş və xərclərlə Azərbaycanda maaş xərclərin arasında fərqlər nədir? Necə yaşamaq olar? İlk öncə kirayə müqayisəsindən başlayaq. Bakıda bir otaqlı ev, yaxşı ev 400-500 manat arasında dəyişir. Berlində isə bir otaqlı ev orta hesabla 1000 avrodur. Yəni 1800 manat, 1850 manat deyək. Ərzaq səbəti isə Azərbaycanda bir ailənin aylıq ərzaq səbəti təxminən 400-500 manatdır. Almaniyada isə bu 1500-1800 manat arasında dəyişir. Nəqliyyat. Bakı metrosu qiymət qalxızaraq 60 qəpik, Berlində isə Berlin metrosu bir gediş 3 avrodur. Maaş müqayisəsi. Azərbaycanda orta maaş 800-900 manatdır. Almaniyada isə orta maaş 3000-3500 avrodur. Yəni 6000-6500 manat arası dəyişir. Nəticə Almaniyada maaş 6-7 dəfə yüksəkdir, amma xərclər ən azı 3-4 dəfə də bahadır. Buna baxmayaraq Almaniyada həm yaşamaq, həm də pul yığmaq mümkündür. Gördüyünüz kimi Almaniya sadəcə güclü iqtisadiyyatı ilə deyil, həm də tarixi, təbiəti və həyat səviyyəsi ilə fərqlənən möhtəşəm bir ölkədir. Maaşlar yüksəkdir, amma xərclər də az deyil. İş imkanları boldur, amma dil öyrənmək mütləqdir. Təbiəti, qalaları, şəhərləri isə nağıldan çıxmış kimidir. Əgər siz gələcəkdə Almaniyada
Almaniyaya getmək, orada oxumaq və ya işləmək istəyirsinizsə, bu gündən dil öyrənməyə başlamalısınız və plan qurmağa başlayın. Çünki ölkə həqiqətən də zəhmətsevər insanlar üçün böyük imkanlar yaradır. Videonu bəyəndinizsə, dostlarınızla paylaşın və kanala abunə olun. Qarşıda sizi başqa ölkələr haqqında da maraqlı videolar gözləyir. Bura qədər izlədiyiniz üçün təşəkkür edirəm.